Salam, hörmətli izləyicilər. Fonetika bölməsindən qoşa samitli sözlərin tələffüz qaydalarına baxaq. Qoşa samitli sözlər iki yerə bölünür. Eyni cinsli qoşa samitli sözlər və müxtəlif cinsli qoşa samitli sözlər. Eyni cinsli qoşa samitli sözlər iki qrupa bölünür. Cingiltili samitlərin qoşalığı və kar samitlərin qoşalığı. Qoşa samitlərin tələffüzünə aid qaydalarımızdan birincisinə baxaq. Cingiltili samitlərdən qoşa q ilə yazılan sözlərdə birincisi kar qarşılığı kimi tələffüz olunur. Yəni, qoşa q ilə yazılanlar q kimi tələffüz olunur. Məsələn, rəqqas, saqqız, diqqət və s. İkinci qaydamız. Kar samitlərdən qoşa ç, t və p ilə yazılan sözlərdə ikinci kar samit özünün cingiltili qarşılığı kimi tələffüz olunur. Yəni, qoşa ç ilə yazılanlar c kimi tələffüz olunur. Məsələn, 8, mütəkkə və s. Qoşa t ilə yazılanlar d kimi tələffüz olunur. Məsələn, hətta, əlbəttə, ittiham. Qoşa p ilə yazılanlar b kimi tələffüz olunur. Məsələn, toppuz, cubbultu və s. Yəni, burada diqqət etdinizsə, birinci qaydamızda cingiltili olan qoşa q samitlərindən birincisi k kimi tələffüz olundu. Digərlərində isə ikinci qaydamızda qoşa samitlərdən ikincisi cingiltili samit kimi tələffüz olundu. Növbəti qaydamız. Qoşa y ilə yazılanlar yerinə görə bir y kimi, yerinə görə isə qoşa y kimi tələffüz olunur. Qoşa y samiti sözün kökündədirsə, tələffüz qoşa y kimi edilir. Yəni, burada səs düşümü hadisəsi baş vermir. Məsələn, niyyət, səyyam və s. Qoşa y hərfi iyyat, iyyət və iyyət şəkillərin tərkibində əsasən bir y ilə deyilir. Cəfəngiyyat, kəşfiyyat, maliyyə, mənəviyyat və s. Sözün kökündə işlənən b, c, d, f, l, n, r, v, s, ş, z samitli sözlərin bir qismi yazıldığı kimi tələffüz olunur. Yəni, bu qaydamızda səs dəyişməsi hadisəsi baş vermir. Məsələn, addım, cümlə, tənəffüs, izzət, əvvəl, şəffaf və s. Növbəti qaydamız. İstisna təşkil edir. Qoşa m və s ilə yazılan bəzi sözlərdə samitlərdən biri tələffüz zamanı düşür. Məsələn, qrammatika, qramofon, diskusiya, rejissor və s. Bu günlük bu qədər. Növbəti izahlarda görüşənə qədər.